Çox yoldaşlar bu sahədə danışdı. Ümumiyyətlə, həmin ön xəttin yarılması və s. digər əməliyyatlar. Qeyd edim ki, bunlar o qədər də çox asan şəkildə olmayıb. Sadəcə ordumuzun peşəkar qüvvələri sayəsində bu asanlıqla dəf oluna bilibdir. Təbii ki, bu tip mühəndis maneələri illərlə hazırlandığına görə müəyyən bir çətinlik yaradır. Təbii ki, bir termin var, alınmaz qala deyə bir anlayış yoxdur. Amma onlar maksimum şəkildə istehkam qurğuları və süni və təbii maneələrdən istifadə edərək illərlə möhkəmləndirmişlər və onların gördüyü işlərdən də müəyyən olunurdu ki, neçə illər əvvəl onlar bizim gələcəyimizi gözləyirdilər. Və 27 sentyabr nəhayət o gün idi ki, bizim üçün final gün deyək. Yəni, hərbi yanaşmada belə bir termin var. Siz 40 il hazırlaşarsınız, amma bir gün döyüşərsiniz və o bir gün heç vaxt siz bilə bilmərsiniz hansı gündür. Bu səbəblə siz hər zaman döyüş hazır olmalısınız və həmin gün artıq o gün idi bizim üçün, 27 sentyabr.